Bu ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 1083 manat 80 qəpik olub. Yanavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, orta aylıq nominal əmək haqqı əvvəlki dövr ilə müqayisədə 40 manat 20 qəpik artıb. Belə ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanda orta aylıq əmək haqqı 1043 manat 60 qəpik olub. Məlumat üçün bildirək ki, 2022, 2023 və 2024-cü illərin əvvəlindən ötən dövr ərzində və bu ilin yanvar-mart aylarında ölkədə orta aylıq nominal əmək haqqı belə olub.